bizim panelin üçüncü çıxışçısı Məmmədqulu müəllim. Buyurun. Təşəkkür. Sağ olun. Hocam. Anar Məmməd də sual verəsiniz, yoxsa qabaqdan heç kim bilim? Görək də, gedişata görə. Sual yaransa verək. Həmkarlarımın suallarında da Ziya bəy bir ənənə qoydu. O suallara da cavab verib, sonra ona görə də mən o suallara da icazə versiniz. Elə başlayanda ondan başlayayım. Ulduz işçi məsələsi. Mən düşünürəm ki, burada şəraitə görə addım atmaq daha doğru olar. Əgər bir biznesi, bir komanda oyunu olaraq düşünsək, ən tanınmış komanda oyunu olaraq futbol komanda belə oyunu olaraq düşünsək, əgər siz Mbappeni göndərib 2 il dalbadal Çempionlar Liqasının qalibi ola bilirsinizsə, onun heç kimi söz ola bilməz. Demək ki, ulduzu göndərmək lazımdır. Amma siz Ancelotti olub, bütün ulduzları ətrafınıza yığıb, yenə də 200 dəfə Çempionlar Liqasının qalibi ola bilirsinizsə, demək ki, o da bir başarıqdır, yoldur. Hər ikisi doğru yoldur. Bunun yanlış doğru olmağa bölmək çətindir. Amma çox önəmli bir məqam var. Düşünürəm ki, istənilən işçi, ulduz olsa da olmasa da, əgər şirkət daxilində toksik mühit yaradırsa, yəni işçilərə bu öz mənfi reaksiyasını verirsə, o artıq ulduz işçi olsa da, yaxşı işçi... Qırmızı xətt olmalıdır. Qırmızı xətti, bəli, qırmızı xəttlər var, amma əgər sizin üçün faydalı insandırsa, ulduz xəstəliyindədirsə ki, bizim elə əməkdaşlarımız var, ulduz xəstəliyindədirlər, amma onlar toksik mühit yaratmırlar. Sadəcə özləri haqqında böyük fikirdədirlər, həqiqətən də ona layiqdirlər. Yəni, bəzən düşünür ki, səndən çox bilir, düşünməyə davam eləsin, heç problem yoxdur. Qoy onu, hələ biraz da qaz vermək lazımdır ki, get, yaxşıdır, yaxşı düşünürsən. İkinci sual, strategiya nə üçün müəyyən olur dediniz. Mən düşünürəm ki, istənilən biznes yaradılarkən, əlbəttə ki, nə əsas götürüldülər? İstənilən biznes bu ictimai bir proses deyil. Biznes fayda vermək üçün, gəlir əldə etmək üçün müəyyən olunur. Bunun kənarında başqa bir ictimai təşkilat deyil ki, düzdürmü? Onu nə müəyyən edir? Bazar nəyə ehtiyacı var? Onu doğru anlayaraq strateji oradan qurulmalıdır. Çox sağ olun, təşəkkür edirəm. Şu günahlarımı yudum, yoxsa sual yenə alacağım. Başlayayım bilərək, əgər icazə verirsən. Buyurun. Uğurlu olsun. Çox sağ olun. İlk olaraq, giriş hissəsi olaraq nə işlə məşğul olduğumu həmkarlarıma deyim, çatdırım. Mən Rozman və Dekoliv bizneslərini idarə edirəm. Rozman 2022-ci ildən bir franşizadır. Bilirsiniz, yəqin ki, Alman brendidir. Onun Azərbaycandakı inkişafı ilə məşğul olan Veysaloğlu qrup daxilində əlbəttə ki. Rozman brendi dedikdə biz güvən, keyfiyyət və uyğun qiymət. Çoxları üçün əlbəttə ki, Alman markası olduqda həmən yuxarı qiymət yox, elə deyil. Rozman güvənli brend, keyfiyyətli markalar və uyğun qiymət strategiyası ilə Azərbaycan bazarındadır və ona görə də il-ildən çox yaxşı böyümələr göstəririk. Etibarlı Avropa brendi dediyim kimi sabit keyfiyyət, hər zaman uyğun qiymət. Dekoliv brendinin də yaranması, bayaq dediyim o strategiyaya müəyyən qədər bir örtüşür. Strategiya nə idi? Dekoliv mağazalarında bizim hal-hazırda dünən 22-ci mağazamızı açmışıq. İyul ayında bir ilimiz tamam olur. Biz bazara baxanda gördük ki, qeyri-qida sahəsində, ev xırdavatı, ev əşyaları sahəsində iki cür bazar mövcuddur. Bir, şəhərin daxili, bahalı, yuxarı qiymətə satılan brendlər və bir də şəhərin kənarında ulaşması çətin olan, orada maşına yer tapdım, tapmadım problemi və qışda soyuq, yayda isti bir mühit. Demək ki, şəhərin daxilində də elə insanlar var ki, onlar oradan alış-veriş eləmək istəyirlər, amma elə bilmirlər, o insanlar üçün ev və yaşam konseptində hər zaman uyğun qiyməti əlbəttə ki, əsas götürdük. Əlçatan keyfiyyət və rahatlıq və bir də zövqlü məhsulları istəyirik. Yəni, yeni başlayıblar, bir ili tamam olmayıbdır. Yəni, biz çox da bugün üçün iddialı danışa bilmərik, amma bunu əsas götürdük. Beləliklə, Rozman və Dekoliv bizneslərindən düşünürəm ki, məlumatınız oldu. Dəyişən bazar, dəyişən müştəri, dəyişən idarə etmə. Hal-hazırda bazar daha rəqabətlidir, daha dinamikdir. Çünki bir insanın Azərbaycanda nəyisə öyrənməsi Yaponiyada bu
saniyələr əsasında baş verir. Ona görə də istənilən bazar rəqabətlidir. Yəni bu yeni mühit yaranıb artıq. Ona görə də bu biznesdə daha çevik, daha rəqabətə davamlı və dinamik olmalıyıq. Müştəri artıq qiymətə baxır, əlbəttə ki, qiymət hər zaman prioritet olduğunu düşünürük. Amma qiymət dedikdə biz nəyi düşünürük? Qiymət yəni value for money, yəni dəyərində qiymət nə çox ucuz, nə çox baha olmalıdır. Yəni nə məhsul satırıqsa, məhsulu çox yaxşı tanımalıyıq, müştərimizi çox yaxşı anlamalıyıq və nəyi təklifləyəcəyimizi çox yaxşı bilməliyik. Retail düşünürük ki, iqtisadiyyatın dayağıdır. Biz gördüyümüz işdən hər zaman zövq almalıyıq. Faydalı bir işlə məşğul olduğumuzu sanırıq. Keçmişlərdən bir Sovetlər dönəmində ticarəti, biznesi çox ucuzlaşdırmaq, spekulyant, yəni belə bir nədir ki, al, sat, nə var burada? Yəni belə bir ucuzlaşdırılmış bir düşüncə tərzindən artıq düşünürəm ki, hər birimiz, bizlər 100% ondan azad olmuşuq artıq ki, bu sahədəyik, amma düşünürəm ki, bizim ümumi mühitimiz də bundan azad olunmalıdır. Ümumiyyətlə, idarə etməmiz çevik və data əsaslı olmalıdır. Ümumilikdə Azərbaycan pərakəndə bazarının ümumi mənzərəsi ilə bağlı bir qısa məlumat verim. Müasir formatlar inkişaf eləyir. Biz də özümüzü müasir formatlar olaraq düşünürük. Həm Rozman olaraq bir brendin Azərbaycana gəlməsi, həm yeni Dekoliv brendini. Yəni bu sahə yəqin ki, Azərbaycanda müasir ümumiyyətlə formatlar inkişaf eləyəcəkdir. Düşünürük ki, rəqabət təcrübə üzərindədir. Şəbəkə və e-commerce sahəsi ölkəmizdə böyüyəcəkdir. Biz özümüz də həmin o e-commerce şirkətləri ilə əməkdaşlıq da edirik, çox da uğurlu olduğumuzu düşünürük. Qrup olaraq ümumilikdə və Rozmanla Dekoliv də orada istisna deyil, çox yaxşı əməkdaşlığımız var. Və biznesdə ümumiyyətlə peşəkar idarə etmə şərtdir. Bazarda qalmağın əsas şərti peşəkar və sistemli idarə etmə ilə mümkün olur. Bu, yəni, önümüzdəki o slaytlarda mən bu sahədə biraz daha da detallı öz düşüncələrimi sizinlə paylaşaram. Yəqin ki, bilirik də sadəcə olaraq öz düşündüyümü paylaşacağım sizə. Hal-hazırda müştəri davranışları necə formalaşır? Müştərimiz, düşünürəm ki, daha məlumatlıdır, daha seçicidir. Çünki onun müqayisə etmə şansı var. Müqayisə edir, araşdırır, sosial şəbəkələrdən rəyləri oxuyur. Bizim də haqqımızda ümumiyyətlə məhsullar haqqında və alternativləri çox dinamik şəkildə görür. Yəni, bir müştərinin nəyisə görməsi üçün evindən durub arası getməyində də artıq ehtiyac yoxdur. O, çox asan bir şəkildə, biz də onu açıq şəkildə sosial şəbəkələrdə öz qiymətlərimizi, məhsullarımızı paylaşırıq. Ola bilər ki, həmin anda bizim rəqibimiz daha yaxşı bir şeylər paylaşır. Sürət, rahatlıq və etibar ön planda olmalıdır bizim pərakəndə sahəsində. Qiymət vacibdir, amma tək faktor deyil. Dediyim kimi, müştəri çünki qərarı yalnız qiymətlə vermir, onun məhsulun görüntüsü ilə, məhsulun ondan sonraki dönəmi ilə də bağlı qərarlar verir. Biz layallığı pərakəndə sektorunda, digər sektorlarda əlbəttə ki, istehsalat sahəsi bir fərqlidir, logistika sahəsi, orada müştəri layallığı biraz daha uzun olur. Məsələn, biz deyəlim ki, bir logistik şirkətlə çalışırıqsa, onun səhvlərini 1, 3, 5, 10 dəfə də bəlkə bağışlaya bilər, amma pərakəndə belə bir şey yoxdur. Müştəri bir səfər sizdən nədənsə narazı qaldısa, artıq bu bunu yenidən qazanmaq çox çətin olur, aylar gedir. Qısa bir təcrübəni deyim sizə, məhsulun stokaut olması ilə bağlı olan məsələni 8 ay sonra görsən ki, bir məhsulla bağlı. Yəni, mağazada müştəri tapmadısa, o sizə yenidən qayıtması 6-8 ay sürür, bəlkə də ümumiyyətlə baş vermir, geri dönmür. İdarəetmədə yeni trendlərimiz nədir? Komanda əsaslı liderlik, şəffaf məsuliyyət bölgüsü, sürətli qərar və çevik icra, insan kapitalı strateji resursdur. Ayrı-ayrılıqda çox qısa üzərindən keçsək, komanda əsaslı liderlik bu bəllidir. Şəffaf məsuliyyət bölgüsü ondan ibarətdir ki, rəhbərin düşündüyünü, nə etmək istədiyini, necə etmək istədiyini komanda mütləq şəkildə bilməlidir. Yəni,
komandanın, ümumiyyətlə bu strategiya haqqında çox danışdı mənim həmkarlarım, həm Niyazi bəy, həm Ziya bəy. Strategiya bundan ibarətdir ki, sizin strategiyanızı Niyazi bəy də çox gözəl bir NASA-dan misal çəkdi. Hər kəsin bilməsi lazımdır. Yəni şəffaf olmalıdır, hər kəs üçün bilinir olmalıdır və hər kəs üçün anlaşılan olmalıdır. Strategiya elə bir söz olmamalıdır ki, görəsən bu nədən ibarətdir, nədir? Çox sadə dildə olmalıdır. Sürətli qərar və çevik icra bugünkü günümüzün də bizdən ciddi şəkildə tələbidir. Və bir də ki, insan kapitalı dedikdə, elə mən ulduz məsələsi, əlbəttə ki, yaxşı rəhbər, yenə də futboldan baxsaq, bəzən görürsən ki, tanınmış məşqçilər sağ ayaqlı futbolçunu sol tərəfdə oynadanda daha uğurlu olurlar. Yəni, onu da belə rəhbər insan kapitalını, insanlara necə istifadə etməsi. Bəzən görürsünüz ki, bir çox insanları bizim də səhvlərimiz olub, yəni rəhbər olaraq işçini saxlamaqla, işçini tez uzaqlaşdırmaqla, amma biz kimin harada istifadə olunmasını çox yaxşı bilməliyik. Yəni bizim dedikdə hamımızın. Peşəkar idarəetmənin əsas sütunları nədən ibarətdir? 1. Strategiya, 2. Struktur, 3. Proseslər, 4. Komanda, 5 isə nəzarət. Yəni, qısa olaraq deyim, strategiya deyəndə hara getdiyimizi bizim bilməyimiz lazımdır. Nə etmək istədiyimizi də bilməliyik. Yəni, bir Dekoliv brendini biz yaratmaq istəyiriksə, biz hansı müştəri ehtiyacından yola çıxırıq, onu bilməyimiz lazımdır. Struktur formalaşmalıdır mütləq şəkildə, çünki struktursuz liderin addım atması mümkün deyil. Onun özünün strukturu olmalıdır, komandası olmalıdır, sərkərdələri olmalıdır, belə deyək. Kimin nəyə cavabdeh olduğunu hər kəs çox yaxşı bilməlidir. Proseslər olmalıdır, təbii ki, işin necə icra olunduğunu formalaşdırmalıyıq və biz bunu komanda ilə paylaşmalıyıq. Belə 4-cü komanda. 5 də nəzarət olmalıdır. Nəzarət dedikdə biz proseslərə nəzarət edərək kimin işi daha yaxşı gördüyünü görürüksə, onu sözlə və yaxud da maddi olaraq mükafatlandırmaq, kimsə işi zəif görürsə, onu vaxtında müəyyən edərək o prosesləri düzəltməyi başarmalıyıq. Rəqəmsallaşma və data əsaslı qərar vermə haqqında da qısa deyim. Data əsas qərar mənbəyidir. Mütləq şəkildə biz liderlər olaraq, sahibkarlar olaraq da deyim, mütləq şəkildə dataları analiz etməliyik. Yəni, hər zaman biz, bəzən görürsən, mən distribütör şirkətdə çalışanda soruşurduq, filan mal necə satılır, deyirlər, əla. Dataya baxırdın ki, bir dənə satır. Filan mal necə, deyir, belə də, yəni, baxırdın ki, çox yaxşı satılır. Yəni, datanı bəzən insan gözü, insan emosional bir varlıqdır, emosional olaraq baxmamalıyıq. Sonra data, dediyim kimi, düzgün qərara çevrilməlidir və rəqəmsal alətlər idarəetməni gücləndirib və sürətləndirir. Bunu da mütləq şəkildə, yəni komanda ilə bizim paylaşmağımız lazımdır. Sonda sahibkarlar, Anır müəllim də elə Azad müəllimlə görüşəndə dedi ki, biz sahibkarlar orada iştirak edəcəkdir. Sahibkarların iqtisadiyyatda rolu haqqında kiçik, biraz pafoslu olmasın da, amma iqtisadi aktivliyin hərəkət verici qüvvəsi olaraq düşünürük. Sahibkarlarımız təşəbbüs edib yeni dəyərlər yaradırlar. Kiçik orta biznes və çevrişlik və yeniliklik yaradır, yeni iş yerləri yaradır və düşünürük ki, kiçik orta biznesin ümumilikdə sağlam rəqabət və dayanıqlıq bazarda yaratması üçün son dərəcə əhəmiyyətlidir. Ümumiyyətlə, rəqabət olmayan yerdə inkişaf yoxdur. Bizim satış direktorumuz Rozmanda Şükür mənim buradadır. Bizim bir mağazamız açılırdı neftçilərdə. Biz açanda sahibkarla razılaşdıq ki, dostum, elə ki, yanımızda da boş yer var. Biz 200 kvadrat başqa bir rəqibimizi salma. Yəni, kim istəyirsən gəlsin, amma bir aydan sonra Şükür mənim gəldi, muştulluq rəqibimiz gəlib ora. Diqqət eləməyək. Heç indi yadımızdan çıxıb. Yəni, rəqabət dediyimiz, rəqabət bizi də formalaşdırır. Heç zaman rəqabətdən çəkinməməliyik. Bilmirəm, Şükür mənim yadımdadır, yoxsa yox. Mən bugün səhər elə sunuma baxanda yadıma düşdü ki, o rəqibi mən artıq unutmuşam. Çünki o bizi daha da çevik olmağa, daha da çox çalışmağa, daha doğru qərar verilməyə sürükləyir. Yəni, dünya belə baxdığımızda, iqtisadiyyatında daha çox rəqabət olan ölkələr inkişaf edən ölkələr, qapalı ölkələr inkişaf etməyən ölkələrdir.
Ona mən qısa olaraq yekunlaşdırıram. Reglamenti də ümid edirəm ki, sağ ol. Kiçik başlanğıcdan böyük biznesə getmək, əlbəttə ki, bu çox asan bir şey deyil. Sözlə demək çox asandır. Startap bir biznesində olan adam kimi bunun nə qədər ağrılı, nə qədər çətin olduğunu biz özümüzdə görmüşük. Başlayanda mağazalar hamı görür, gözəldir, əladır. O arxa tərəfdə o nə çətinliklərlə olur, nə belə deyim, o hər bazardan alınan pres həm investorlar tərəfindən kiçik başlanğıcdan böyük biznesə getmək çox gözəl bir şeydir. Gedən yol amma çox çətindir. Əlbəttə ki, bazarın ən sevik iştirakçıları, dəyişikliklər edən iştirakçılar daha tez böyüyürlər. Sistemli şirkətə çevrilə bilmək çox önəmlidir. Müştəri ehtiyacına sürətli reaksiya vermək, yəni çünki sizin düşündüyünüzlə müştərinin reaksiyası, istəkləri fərqli ola bilər. Biz ona özümüzü formalaşdırmalıyıq. Və bir də ki, əsas keçid tənhalıqdan sistemə, yəni sadəcə lider, müdür, CEO, direktor, müəllim bu işə yaramır. Bu sistemə keçid olmalıdır və insanlar. Mən qısa olaraq çox da zaman yeni biznes qurarkən hansı məqamlara diqqət eləməyimiz lazımdır. Bazar araşdırması və real müştəri ehtiyacını müəyyən etmək, doğru məhsul, doğru keyfiyyət, doğru qiymət, maliyyə planlaması və dövriyyə kapitalı idarəsi, komanda proses sisteminin erkən qurulması, brend etibarının ilk gündən formalaşması. Burada maliyyə planlaması ilə bağlı bizim müəyyən bir zamanlarda konsultantımız var idi. Sərvət Topaloğlu, çox gözəl bir sözümüz var idi. Öz kitabında deyir ki, şirkətlər pul qazanmadıqları üçün deyil, maliyyə sıxıntısı yaşadıqları üçün batırlar. Belə bir var idi. Növbəti 3-5 il üçün gözləntilər nədən ibarətdir? Rəqəmsallaşma sürətlənəcək, onlayn satış kanalları böyüyəcək, müştəri uğrunda rəqabət çox daha da sərt olacaq, data əsaslı idarə etmə standarta çevriləcək, effektiv təchizat zənciri daha vacib olacaq, imkanları çoxalır. Peşəkar idarə etməsi olan şirkətlər önə çıxacaq, rəqəmsal kanallar kiçik orta biznes üçün yeni böyümə açacaqdır. Sahibkarlarımız üçün yol xəritəsi nədən ibarət ola bilər? Müştərimizi tanımalıyıq, bazarı ölçə bilməliyik, kiçik başlayıb böyük, sürətli inkişaf etməliyik, maliyyə intizamı qurmalıyıq, prosesləri yalnız yazılı hala gətirməliyik, komanda və məsuliyyət bölgüsünü doğru müəyyən etməliyik, rəqəmsal kanallardan istifadə etməliyik, nəticəni ölçüb və inkişaf etməliyik. Çox sağ olun. Son slaydımı da dayandırdım, dedim. Çox təşəkkür edirəm. Sualınız yox idi. Sual yarandı gedişatda, ona görə icazənizlə. Bəli. Mən Məmmədqulu müəllimi lap çoxdan tanıyıram. Ümumiyyətlə, Azərbaycanda bu istehlakçı FMCG və retaildən çox təcrübəli olan şəxslərdən biridir. Digər spikerlərimiz kimi çox təcrübəlidir. Çıxışınızda da siz tez-tez dediniz, o dataya düşmək, rəqəmə düşmək, detal. Ümumiyyətlə, o məşhur deyim var da, retail is detail. Bəli. Yəni, bir tərəfdən də biz həmişə eşitirik ki, quşbaxşı yanaşma, yuxarıda strateji yanaşma, yuxarıdan. Bunların balansı necə qorumaq olur? Yəni, quşbaxşı kifayət eləmirmi? Nə qədər detaya düşmək lazımdır? Bunların bir balansı varmı yəni? Əslində, çox gözəl sualdır. Yəni, mən düşünürəm ki, ümumiyyətlə, idarə edicinin istənilən proseslərdən xəbər olmalıdır. Yəni, buna mikromenecment demək biraz doğru olmazdı. Yəni, məsəl üçün deyirəm, bizim mağazalarımız var, mağazalarda gedən, əlbəttə ki, proseslər qurmaq mütləq şəkildə lazımdır, amma prosesləri siz necə qurasınız? Prosesləri qurmaq üçün siz problemləri görməyiniz lazımdır. Problemi görmək üçün siz ən aşağı bir detala da düşməyiniz lazımdır ki, o prosesləri görəsiniz. Təbii ki, güclü komanda olanda o proseslər onlar tərəfindən də gəlir, amma onların da görmədiyi günlük əməliyyatlar içərisində sizin çox işləriniz var ki, onlar günlük əməliyyat işləri görürlər və onlar onu görməyə bilirlər. Mən düşünürəm ki, mikromenecment deyib də quşbaxşı, mən elə bir idarə etməliyim. Detalsız olmur da, yəni. Detala mütləq düşülməlidir. Kəsinliklə mütləq şəkildə düşülməlidir, amma o belə olmamalıdır. Hər dəfə gedib o, burada niyə bu problem var demək, o artıq mikromenecmentdir. O problemi görürük, o problemin həlli yolunu elə mağazanın özündə tutaq ki, biz indi mağaza retaildən danışsaq,
Retaildə mən mağazada görürəm o problemi, orada oturan adam o problemi bilərəkdən yaratmır. Demək ki, o proseslərdə problem var. O prosesləri dəyişmək, nələrsə yeniliklər gətirmək üçün mütləq şəkildə bir maraqlı bir şey deyim. Biz komanda olaraq ümumiyyətlə bütün menecment, ofis komandası hər ayın son bir həftəsini mütləq şəkildə mağaza keçirdirik. Mən özüm geyinirəm paltarı, satış edirik və ondan sonra bilirik ki, orada nə problemlər var. Onu etmədən aramam. Mümkün deyil. Razıyam sizinlə. Çox sağ olun. Çox təşəkkürlər, sağ olun. Sağ olun.